Açığı bu söhbətlər elə də ciddi söhbətlər deyil. Təbliğat məqsədi ilə ortaya atılan, başqalarını qorxutmaq, Rusiyanın gücü və başqa məsələlər barədə ortaya atılan fikirlərdir. Bir Ukraynada kiçik bir əməliyyatı həyata keçirməyə qabiliyyəti çatmayan bir ölkənin ancaq vəhşicəsinə şeyləri dağıtmaqla məsələni çözmək yoluna gedənlərin məntiqinə bu istiqamətdə açığı belə ciddi yanaşmaq olmur. Yəni da sən bu ölkələri hansı ağılla, hansı pulla, hansı imkanla bunlarla arzuladığı münasibəti qurasan, yəni bu mümkün deyil. Ona görə də indi geosiyasi vəziyyət də xeyli dəyişibdir və Rusiyanın öz hüdudlarından kənara elə də boylanma şansları böyük deyil. Yəni bu baxımdan da bu kimi təbliğatları biraz da ona cavab verdikcə onu ciddiləşdirirsən. Nə Solovyov, nə Dugin artıq dünyada ciddi bir düşüncə yaxud da bir peşə adamı kimi tanımırlar. Dugin təbii ki, çox istedadlı bir fəlsəfi düşüncələri olan yazardır, amma siyasətə o qədər bulaşdı ki, artıq xəstələndi. Yəni onun düşüncəsi, dünya görüşü tamamilə xəstə bir dünya görüşdür və bu da bütövlükdə Rusiya üçün artıq ziyan vurmağa başlayır. Yəni onun heç fikirlərini də Rusiyada ağıllı adamlar ciddiyə almırlar.